İlk öncə evlənən bacımızı və qardaşımızı təbrik edirəm. Allah Azza və Cəllədən istəyirəm ki, Allah Azza və Cəllə onları xeyir üzərində birləşdirsin və onlara salih bir zürriyyət bəxş etsin. Allahumma amin. Və sonra, əziz müsəlmanlar, insan yaradılış etibarı ilə mübahisə edən bir varlıqdır. İnsan yaradılış etibarı ilə mübahisə edən bir varlıqdır. Allah Azza və Cəllə əsl olaraq bizim mübahisə etməyimizi istəmir. Və Allah Azza və Cəllə bu xüsusda öz əzəmətli kitabında və atiullaha və rasuləhu, Allaha və Rasuluna itaat edin deyir. Allaha və Rasuluna itaat edin. Və la tənəzəu fətəfşəlu və təzhəbə rihukum. Bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Nə edək bəs ya Rabbi? Vasbiru innallaha ma'as-sabirin. Səbr edin, Allah səbr edənlərlə bərabər deyir Allah Azza və Cəllə. Əsl budur ki, insan mübahisədən çəkinsin. Çünki mübahisə edildiyi zaman heç bir zaman o mübahisənin arxasında qəlblərin birləşdiyini görə bilməzsin. Əksinə mübahisənin insana gətirmiş olduğu şey qəlblərin bir-birindən uzaq düşməsidir. Ona görə əsl budur ki, insan mübahisədən çəkinsin. İstər dünyəvi, istər uxravi. Hələ bu məsələ dini bir məsələdirsə, xüsusən insan çəkinməlidir. Allah Azza və Cəllə buyurur ki, "Ellezine yucadiluna fi ayatillahi bighayri sultanin atahum." O kəslər ki, Allahın ayələri haqqında bilgisizcə danışırlar, "Kəbura maqtan indallahi və indellezine amanu." Həm onlara Allah nifrət edir, həm də iman edənlərin qəlbində onlara qarşı bir nifrət var. Yəni mümkün deyil ki, çox din adına mübahisə edən insanlara çox mübahisə edir. İnternetdə, sosial şəbəkədə, amma bütün müsəlmanlar onu sevir. Mümkün deyil. İnsanların qəlbində kimsəyə qarşı bir kərahət var. Çünki Allahın dini ilə oynadığına görə həm Allah nifrət edir, həm də iman edənlər nifrət edir. Mənim sözümlə deyil. Allah Subhanahu wa Taala öz kitabında bu məsələni bizə bildirir. Yəni bu din oyun deyil ki, onunla oynayasan. Dinlə oynayan insan odla oynayır. Kim dinlə oynasa, bilsin ki, həmin insan odla oynayır. Qaldı ki, dünyavi məsələdə yenə də insana əsl olan budur ki, mübahisədən çəkinsin. Çünki qəlblər soyuyacaq. Əgər mübahisə edəcək olsan, görsən ki, mübahisə edirsən və yaxud da mübahisə etmən gərəkir, o zaman İslam bunun ədəblərini bizə gətirib. İslam bunun ədəbini bizə öyrədib. Vallahi bizim dinimiz elə bir dindir ki, gecəsi gündüz kimi aydındır. Elə bir yol bıraxıb ki, Rasulullah sallallahu aleyhi və səlləm bizə heç bir qaranlığı yoxdur. Tərəddüd eləyə bilmirsən nədənsə. Və yaxud da heç bir məsələ yoxdur ki, İslam ona bir ədəb gətirməsin. Evə necə girirsən, evdən necə çıxırsan, necə yatırsan, necə əlini yuyursan, yeməyi necə yiyirsən, İslam bizə ədəb öyrədib. Və mübahisə kimi bir məsələyə İslam ədəb gətirməməyi mümkün deyil. İslam mütləq buna ədəb gətirməlidir və gətirib. Elm əhli deyir ki, mübahisə etməyin birinci ədəbi insanın ixlaslı olmağıdır. Yəni, mən səninlə mübahisə edəcəm, ilk öncə dayanacam, nəfsimə soruşacam. Bu mübahisəni nə üçün eləyirsən? Məqsədin nədir? Amacın nədir? Haqlı çıxmaqdırmı? Və ya qarşıdakini məğlub etməkdirmi? Və ya özünü göstərməkdirmi? Bunu nəfsində təyin etməlisən. Allah üçündürsə danış. Allah üçündürsə mübahisə et. Birincisi onu təyin etməlisən. Danışdığın şey Allah üçündür, yoxsa ixlas. Bəs ixlas əhli necə biləcək ki, o ixlas əhlidir? Hansı nəfs özündən soruşsa, deyəcək, mən Allah üçün danışıram. O gecə TikTokda 3-də danışanlar da Allah üçün danışır. Elə zənn edir daha doğrusu. Elə bilirsiniz, onlar deyir ki, biz nəfsimiz üçün danışırıq. Yox, o da deyir Allah üçün danışıram. Amma həqiqətdə insanın Allah üçün danışmağı, Allah üçün mübahisə etməyi, insan birinci baxmalıdır nəfsinə. Necə sələflər mübahisə edirdilər. İmam Şafi haqqında deyilən sözlərdən birisində İmam Şafi rahimehullah buyurur ki, "Mə nazartu əhədən qattu aləl qələbəti." Heç vaxt deyir, qarşımdakini məğlub etmək üçün mübahisə etmədim deyir. "Və vadittu ənə kullə ilmin a'ləmuhu indən nəs." İstəyərdim ki, deyir, məndə olan elmlərin hamısı bütün insanlarda da olsun. "Və lə yunsəbu iləyyə minhu şey." Və ondan heç bir şey də mənə nisbət etməsinlər. Yəni deməsinlər ki, bu Şafinin elmidir. Deməsinlər ki, bunu Şafidən öyrənmişik. Heç vaxt deyir, qarşımdakini məğlub etmək üçün mübahisə etmədim. Bütün mübahisə edən, insan mübahisə edən varlıqdır dedik. Hər kəs həyatının bəlli bir yerində mübahisə edib. Öz nəfsinə dön.
Görsən, həqiqətən də mübahisə etdiyin zaman qarşıdakını məğlub etməmək üçün bir dəfə mübahisə etmirsən. Yəni, mübahisə edirəm, amma amacım, məqsədim, qayəm onu məğlub etmək deyil. Yoxdur, Allahın rəhm etdiklərindən başqa yoxdur belə insanlar. Ki, o mübahisə eləsin, amma məqsədi, qayəsi onu məğlub etmək olmasın. Əksər insanların halı budur ki, yox. O elə mübahisə edir ki, qarşıdakını məğlub etsin. Həmçinin ixlas əhli o kimsələr idi ki, İmam Şafi bir gün mübahisə etməyə gedəndə əlini qaldırır, deyir ki, ya Rabbi, elə et ki, ya Rabbi, haqq onun dilində olsun və onun dilindən mənə haqqı öyrətdir. Təsəvvür edin, belə mübahisə edən insanlar var indi. Yəni, gələsən biri ilə mübahisə etməyə və Allaha da dua eləyəsən ki, ya Rabbi, haqq onun dilində olsun, haqqı onun dili ilə mənə öyrət. Bunu yalnız kimlər edir? İxlas əhli. Çünki onun qayəsi Allah üçündür. Onun qayəsi özünü göstərmək deyil. Onun qayəsi mən çox şeylər bilirəm deyil. Onun qayəsi Allah üçün də haqq ortaya çıxsın. Necə Əli radiyallahu anhu deyir ki, önəmli olan haqqın kimin dili ilə açığa çıxması deyil. Haqqın açığa çıxmasıdır. Fərqi nədir ki, onun dilindən açığa çıxdı yoxsa mənim? Önəmli olan haqq açığa çıxsın. İxlas əhlinin sifəti budur. Mübahisə etməyin birinci ədəbi insan ixlaslı olmalıdır. Birincidə itirmişik vallahi, birincidə. O birisilərə ehtiyac qalmadan birincidə itirmişik. Hardan bilirik? İki mübahisə eləyən insana nəzər sal. Görəcəksən ki, necə bir-birlərini haqlı çıxarmamaq üçün, özünü haqlı çıxarmaq üçün necə mübarizə aparır. İxtilaf eləyirsən məclisdə, dayanmır. Gecə 3-dür sənə bir dənə məqalə göndərir. Gecə 2-dir deyir, ChatGPT-dən soruşmuşam deyir, bu da sənin cavabın, yatmır. Falan tələbəyə səs göndərmişəm deyir, onun səsini sənə göndərir. Neynəmək istəyir? Mən haqlıydım demək istəyir. Mən doğruydum demək istəyir. Sən səhvsən demək istəyir. Və görəcəksən ki, bu iki insan ixlas əhli ola bilməz. İxlas əhlinin vəsfi bu deyil. Birincisi, mübahisə edən insan baxmalıdır ki, ixlaslıdır yoxsa yox. İkincisi, ədalətli olmaq. Danışarkən, mübahisə edərkən, biri ilə söhbət edərkən, biri ilə münazara edərkən ədaləti qorumaq. Onun demədiyi sözləri ona izafə etmək zülümdür. Hətta bir dənə söz olsa, hətta bir dənə cümlə olsa belə. Təsəvvür et, sənlə mən söhbət edirəm. Deyirəm ki, qardaş bu ağdır. Sən də gedirsən digər insanlara deyirsən ki, o dedi ki, o bozdur. Düzdür? Deyirsən ki, sonra səndən soruşanda ki, mən boz deməmişdim, ağ demişdim. Deyir ki, nə fərqi var ki, ağla boz eyni şeydir də. Demədiyi sözü ona izafə eləyən insan zülm edir. Allah Azza və Cəllə buyurur ki, mə yəlfizu min qavlin illə lədeyhi rəqibun atid. Dediyi, tələffüz etdiyi elə bir kəlmə yoxdur ki, onu yazmaq üçün hazır duran mələklər olmasın. İnsan nə vaxt biləcək o ağla bozun fərqini? Allahın önünə getdiyi zaman biləcək ki, ağla boz eyni deyildi. Mən ağ demişdimsə, mənim ağ demdiyimi demən lazım idi. Ağa boz qatdın, biraz rəngini dəyişdin. Dünyada ikən hər insana bir söz izafə eləsən, hər insana bir söz, çox demirəm. İndi baxın, görün, həyatımızda nə qədər şeylər var. Biri ilə söhbət edirsən, nəyə görə bizdə məşhur bir söz var, deyir, kəndin başında saman düşür, kəndin sonunda Salman ölür. Hərə bir dənə söz qoyur üzərinə, axırda deyirlər ki, Ömər dedi ki, Salman öldü. Nədən dolayı? Çünki zülm etdiyini bilmir. Mübahisə etməyin ədəblərindəndir ki, insan gələ zülm eləməsin. Qarşıdakini diqqətlə dinləsin, demiş olduğu şeyi insanlara çatdırsın. Ondan artığını sözün üzərinə qoyduğu zaman zülümdür. Və insan mütləq bundan qiyamət günü qarşılaşacaq. Həyatımızda nə qədər insanlarla söhbət etmişik və gəlib insanlara çatdırmışıq. Çox demirəm, hərəyə bir dənə söz izafə elə, qiyamət günü gör bunların haqqından çıxa bilirsən, yoxsa yox. Ya danışmayacaqsan, ya da danışdın mı haqqını verəcəksən. Nə deyibsə onu deyəcəksən. Ağla bozu qarışdırıb deyə bilməzsən. İnsan gələ Allahdan qorxsun. Heç kimsəyə demədiyi sözü izafə etmək haqqına sahib deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir o kimsələri ki, qiyamət günü Allah subhanahu və teala o kimsələri bir çuxurda saxlayır. Niyə? Dünyadayken birilerine bir şeyler izafe edip ama onda olmuyor. İftira atıp dediğini ispat edene kadar Allah onu oradan çıkartmış. Heriye bir söz izafe elə, heriye bir söz. Çok demirəm, cümle demirəm, bir dənə söz əlavə elə. Mənasını dəyişsin söhbətin. Təsəvvür elə, qiyamət günü bunları ispat etməyənə qədər oradan çıxa bilmirsən. Dəyərdi, dəyməzdi. Ona görə insan bu şeye diqqət etməlidir. Kimlə danışırsa gələ ədalətli olsun, adil olsun. Onun demədiyi sözləri ona izafə etməsin. Üçüncüsü, mübahisə etdiyin zaman mütləq insan gələ mülayim olsun. İslam bizə hətta mübahisə əsnasında əgər mübahisə edəcəksənsə, biri ilə cədəlləşəcəksənsə, biri ilə söhbət edəcəksənsə, biri ilə münazara edəcəksənsə, hətta kafir olsa, İslam bizə ədəb öyrədib nə mülayim olmaq.
Amma baxırsan ki, bıraq kafiri, iki müsəlman insandır, mübahisə edir, lakin mülayim ola bilmir. Diqqət edin, Allah subhanahu wa ta'ala yer üzünün ən xeyirli insanını, yer üzünün ən şərli insanının yanına göndərir. Musa aleyhisselamı Fironun yanına göndərir. İzhəbə ilə firəvnə innəhu tağa. Fironun yanına gedin, çünki o həddi aşmışdı, tuğyanlaşmışdı. Fəqulə ləhu qavlən leyyinə. Fəqət deyir Allah azə və cəllə ona yumşaq sözdür. İndi qardaşına sərt söz deyən, qardaşına sərt nəsiyyət edən insan iki şey demək istəyir. Ya deyir ki, mən Musadan daha xeyirliyəm və yaxud da deyir ki, o qardaşın Firondan daha zalimdir. İki ehtimal da olmayacağına görə, yəni sən nə Musadan daha xeyirli deyilsən, nə də sənin qardaşın Firondan daha zalim deyil. Elə isə qardaşınla mübahisə etdiyin zaman mülayim olacaqsan. Elə mübahisə edir ki, elə əl-qol hərəkətləri edir ki, İslami bir ixtilafın sonucu çanixi qardaşın başına vurmaqla bitir. Ola bilər bu şey. Allah Musanı Fironun yanına göndərəndə deyir ki, yumşaq ol, ona yumşaq söz deyil. Əgər Fironun yanına gedəndə insan yumşaq söz deməlidirsə, bəs qardaşı ilə münasibətdə, bəs ev əhli ilə ixtilaf etdiyi zaman, ev əhli ilə dalaşıb aralarında ixtilaf düşdüyü zaman, yəni sənin ev əhlin Firondan daha mı pisdir? Ki sən ona mülayim, xoş rəftar etməyi özünə kərih bilirsən, sənin zövcən Firondan daha pisdir, sənin övladın Firondan daha pisdir, insan gələ Allahdan qorxsun. Kiminlə ixtilaf edirsə etsin, xüsusən də qarşıdakı müsəlmandırsa, gələ insan yumşaq olsun. Allahdan qorxsun və qarşı tərəfə qarşı mülayim olsun. Həmsinin insan ixtilaf etdiyi zaman qarşı tərəfi təhqir etməkdən çəkinməlidir. Baxırsan ki, iki insan ixtilaf edir. O ona səfeh deyir, o ona axmaq deyir. Başa düşdüyün bu qədərdir də deyir. İki müsəlman insan ixtilaf eləyib. Başa düşdüyün bu qədərdir demək nə deməkdir? Yəni, mən səndən daha ağıllıyam deməkdir. Düzdür? Sən bu qədərini başa düşürsənsə, deməli, mən səndən daha çox başa düşmüşəm. Sən qanmırsan, sən başa düşmürsən, amma mən başa düşürəm. İnsanın nəfsini bəyənməsidir. İnsanın öz nəfsinə təəccüb etməsidir. Ucub demiş olduğumuz şey də budur. İnsan öz nəfsinə təəccüb eləyir. Məndə nələr var? Mən danışıram, qarşıdakı başa düşmür. Və hələ onu təhqir də edirəm. Deyirəm, başa düşmürsən? Və ya təhqir edirəm, onu alçaldıram. İnsan bu şeydən də çəkinməlidir. İxlas əhlinin əməllərindəndir ki, mübahisə etdiyi zaman qarşı tərəfi təhqir etmir. Çünki onun məqsədi onu təhqir etmək deyil. Çünki onun məqsədi onu küsümsəmək deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm kibri bildirəndə nə deyir kibri haqqında? Kibir o şeydir ki, insanın haqqa qarşı böyüklənməsi və insanları kiçik görməsi. Sən kimsən ki deyir? Nə oxumusan ki sən? Və s. Bu insanları kiçik görmək, insanları küsümsəmək, özünün də xəbəri olmadan insanı kibrə aparır və bundan insan çəkinməlidir. Həmsinin ən önəmli məsələlərdən birisi, ixtilaf etdiyimiz zaman qarşı tərəfi dinləmək. Ən böyük ədəblərdəndir, ən lazımlı ədəblərdəndir. Diqqət edin, eşitmək demirəm, dinləmək deyirəm. Eşitməklə dinləmək arasında böyük bir fərq var. Mən danışıram, hər kəs eşidə bilər, amma hər kəs məni dinləmir. Düzdür? Hər kəs dinləyir deyə bir şey yoxdur. Sən səs eşidirsən. Amma dinləmək nədir? Adamı anlamaq, başa düşmək. Bu adam nə demək istəyir? Bu adamın qayəsi nədir? Nə anlatmaq istəyir? Necə ki, baxmaqla görmək arasında fərq var. Mən baxıram indi düzdür, amma görmürəm. Görmək nə deməkdir? Təfərrüatı ilə bir şeyi görmək. Mən orada falan şeyi gördüm. Mən indi baxıram, amma görmürəm. Eləcə də insanın eşitməsi ilə dinləməsi arasında fərq var. İnsan gələ dinləsin. Mübahisə edirsənsə, qarşı tərəflə danışırsansa dinlə. Bu günləri baxın, bu tək bizim qardaşlarımızla ixtilaf etdiyimiz zaman olan məsələ də deyil. İnsan var, nəyə görə deyir ki, mən 10 ildir evliyəm, 10 ildir zövcəm dırdır erildir. Dırdır eləmir, o danışır, sən dinləmirsən. Sən o əsnada ancaq səs eşidirsən deyə, sənə elə gəlir ki, o dırdır eləyir. Əslində o danışır, bir şeylər demək istəyir. Dinləsəydin, başa düşəcəydin. 10 il, 11-ci il qadın deyir ki, mən səndən artıq yola getmirəm, artıq ayrılmaq istəyirəm. Adam deyir, nə baş verdi ki? Nə oldu ki, deyir, biz niyə ailəm, 11 illik ailəni niyə yıxırsan? Çünki 11 ildir bu sənə danışır, sən dinləmirsən. Dərdi var, bir şey demək istəyir ki, bizdə problem var, yürümür bu evlilik, bir şey eləmək lazımdır. Sən əlinin tərsi ilə itələyirsən, istehza edirsən, küçümsüyürsən. Övlad gəlir, uşaq gəlir sənə söz deməyə, dinləmirsən. Üz çevirirsən, əlinlə itələyirsən, telefon verirsən. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm hətta balaca uşaqlarla onları dinləyirdi. Aleyhissalatu və səlləm insanları dinləyirdi. Və dinləməyin ədəblərindəndir ki, bir insanla danışanda ona xitab etmək, onun üzünə baxmaq. Bugün adam iki insan mübahisə eləyir, daha adam sözünü bitirməyib, bu ChatGPT-də artıq ona verəcəyi cavabı hazırlayır. Eyibdir, belə dinləmək olur. Bax, gör insan nə demək istəyir.
Sonra qayıdır deyir ki, bitir deyir, mən deyəcəm. Bitir yox, dinləmirsən. Bitir deyən adam dinləmir. Sözünü bitir, mən başlayacağım deyən insan dinləmir. O eşidir, səs eşidir. Ona görə insanlar bir-birlərlə anlaşa bilmirlər. Ola bilsə ehtimal vermir ki, qarşı tərəf haqlıdır, mən haqsız ola bilərəm. Belə bir ehtimalı yoxdur. Belə bir düşüncəsi yoxdur ki, bəlkə zövcəm haqlıdır. Bəlkə haqlı olaraq bir şeylərdən. Belə bir ehtimalı yoxdur. Mən haqlıyam. Qardaşlarla ixtilaf eləyəndə də mən haqlıyam. Övladımla ixtilaf eləyəndə də mən haqlıyam. Zövcəmlə ixtilaf etdiyimdə də mən haqlıyam. İş yerində də mən haqlıyam. Özünə haqsız olma ehtimalı vermədiyinə görə hər yerdə adam haqlıdır. Belə olduğu zaman da dinləmir. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm xütbə verdiyi yerdə yanına uşaq gəlir, Həsənlə Hüseyin gəlir deyə aleyhissalatu və səlləm xütbəni saxlayır, enir, uşağın gözünün içinə baxır. O mübarək dizini yerə qoyur, onunla danışır. Uşaqdan soruşur, varmı bir istəyin? Məndən bir tələbin, bir istəyin varmı? Uşaqdan. İndi mən burada xütbəni saxlayıb, aşağı düşüb uşaqla danışsam, bir çoxsu deyəcək, bu nədir ki bu? Söhbət elədiyi yerdə, zikr elədiyi yerdə. Amma bu, aleyhissalatu və sələmin etdiyi bir şeydir. İnsanlara dəyər vermək, hətta uşaq olsa. Səni çağırır, xitab eləyir, ata deyir, sözün var, ata görmürsən deyir, söhbət eləyir. Göy indi bu uşağa tərbiyə verir. Həmin uşaq 16 yaşına gələndə deyir, bu uşaq niyə mürtəd oldu ki? Niyə bu dinlə soydu ki? Soyuyacaq da sən uşağa elə bir Peyğəmbər sallallahu aleyhi və səlləmin yolundan çıxdıqdan sonra necə bir tərbiyə verməyi düşünürdün ki? O uşağın gözünə baxmaq, o uşağa dəyər vermək. Bu günləri vallahi uşaqlarını itirən insanlar keçmişlərinə baxsınlar, görəcəklər ki, onların uşaqları ilə arasında bir soyuqluq var, bir qırıqlıq var. O uşaqlarını itirən insanlar, övladlarını itirən dinsiz olan uşaqlara baxın, onların ataları ilə heç vaxt arasında dostluq münasibəti olmayıb. Ata əminlə danışır, tərbiyə verib. Ata söhbət eləyir deyir, ata maşın sürür deyir, tərbiyə verib uşağa. Həmin uşaq da böyüyür, ataya da qarşı çıxır, anaya da qarşı çıxır və insan baxmalıdır, görməlidir ki, etmiş olduğu şeydə yanlış olan şeylər nələrdir. Ona görə biz biri ilə mübahisə etdiyimiz zaman uşağından böyüyünə, uşağından aliminə söhbət etdiyimiz zaman gözünün içinə baxacaq, dinləyəcək. Ev əhli gəlir bir şey danışır, at o telefonu qırağa. Bax gözünün içinə, bax gör zövcən səndən nə istəyir. Bax gör övladın səndən nə istəyir. Mühümdür vallahi, ona görə üzərində dururam ki, mühümdür ona görə. Bu günləri ailələrin yıxılma səbəbidir. Bu günləri bəlkə bir çoxunuz bilmirsiniz, amma mən bu işin içərisindəyəm. Mən niyə ailələrin yıxıldığını bilirəm. Adamlar dinləmir, vallahi 2 nəfər oturub ər-arvad 11 ildən sonra indi danışma fürsətimiz oldu deyir. Allah razı olsun. Siz gəlməsəydiniz deyir, muhtemelen biz heç vaxt danışa bilməyəcəkdik deyir. Danışırlar, anlaşırlar, bu deyir, başa düşdüm. Mən deyir, indiyə qədər bilmirdim ki, ev əhli nə istəyir məndən. Onun dərdi nədir? İndi başa düşdüm deyir. Onlar belə şey olmaz, zülümdür. İnsan gələ dinlər, ədəbli olsun. Ədəb olmadığı zaman, insan ədəbi öyrənmədiyi zaman bu hala düşür. Dostluqda da, münasibətdə də, evlilikdə də, hər yerdə. Və həmsinin ədəblərdəndir ki, insan yalnız bildiyi şeylər üzərində danışsın. Allah Azza və Cəllə bizə bu xüsusu bildirir. Bilmədiyin bir işin ardınca getmə deyir Allah. İstər dünyavi, istər dini bir məsələdə. Adam 2 nəfər oturur. Allah üçün bunların ixtilafına baxın. Çin maşını yaxşıdır, yoxsa yox? Çin maşını yaxşıdır, yoxsa yox? İxtilafın sonucu bir-birlərinə artıq mən səndən oturmaram deyir. Niyə? Çin maşını üzərinə? Yaxşıdır və ya pis, mübahisəyə bax. Balaca uşaqlar belə mübahisə etməzlər. Balaca uşaqlar belə bu münasibətin üzrə, Allah nə dedi? Bir-birinizlə mübahisə etməyin. Yoxsa ruhdan düşər və zəifləyərsiniz. Allah heç insanı yaradan bilmir. Heç insanı yaradan bilmir onun fitrətini, onun xislətini. Allah deyir, mübahisə etmə. Allah deyir, çəkin mübahisədən. Çəkinməlisən. Nədən? Bilmədiyin bir şey haqqında danış. Sənə nə? Yaxşıdır və ya pisdir, gözəldir və ya çirkindir. Fikrini bildirdin, o da bildirdi. Bitdi. Mövzunu bitirmək lazımdır. Davam etdiyin zaman, zədəlləşdiyin zaman, evə gedib o ChatGPT-dən dəlilləri göndərdiyin zaman biabırsa, eyibdir. İnsanın bilmədiyi məsələlər üzərində. Ola bilsin ki, mən bildiyim budur de. Mən belə düşünürəm ki, bu çox keyfiyyətlidir. Amma sən düşünürsən keyfiyyətsizdir. Elhamdülillah, nə gözəl. Hansının doğru olduğunu Allah bilir. Nə qatacaq o sənə, nə? Yəni, heç oturub bunun üzərinə mübahisə edən Müslüman topluluq görmüsünüz, bunun üzərinə düşmən olsun. Bizim övladlarımız böyüyür. Bunların aqibəti nə olacaq? Bunun üzərinə ixtilaf eləsinlər, bir-birlərindən ayrılsınlar. Eyvallah, baş göz üstünə. Görmüsünüz belə ixtilaf eləyənlər? Biz din öyrənə bilmirik. Biz zahil müsəlmanlarıq. 10 il keçib, 15 il keçib müsəlmanıq, hələ Quran oxuya bilmirik. Bunun üzərinə ixtilaf edib dalaşaq. Dalaşan görmüsünüz? Yox, görməyəcəksiniz də. Nə görəcəksiniz? Ancaq belə boş şeylər. Mənasız söhbətlər. Bunun üzərinə ixtilaf edib ayrılan çox görəcəksən. Amma din üzərinə, bir çalışma üzərinə, həqiqi fayda üzərinə dalaşıb ayrılan insanlar görməyəcəksən. Ancaq Allahın rəhm etdikləri istisna. Dedik ki,
görsən ki, anlata bilmirsən. Sən özünü haqlı bilirsən. Lakin məramı anlata bilmirsən. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim haqlı olduğu halda mübahisəni tərk edərsə, mən ona cənnətdə evə zamin oluram deyir. Düzdür? Amma necə? Bəzi insanlar bu hədisə əməl eləyirlər. Amma minnət edərək əməl edir. Minnət edərək əməl edir. Necə minnət eləyir? Olsun deyir, sən deyən olsun. Mən söhbəti bitirirəm deyir. Sən söhbət bitirdin, yoxsa minnət elədin? Minnət elədin. Bu söhbət bitirmək deyil. Bu, qarşı tərəfi daha da alovlandırmaqdır. Minnətlə mövzu bitmir. Minnətlə o cənnətdəki evə sahib olmaq olmur. Cənnətdəki evə necə sahib olursan, o şəkildə ki, deyirsən ki, elhamdülillah, mən haqlı olduğumu düşünürəm. Amma mən bu mübahisəni tərk edirəm. Özündə, qarşı tərəfə minnət elə. Özün nəfsində bunu bil. Allahla aranda bu rabitəni gücləndir və mövzunu bitir. İxlas əhlinin sifəti budur. İxlas əhli belə edir. Minnət edərək mövzunu bitir. Allah azza və cəllə bizə gözəl bir şey öyrədir. Və qul li ibadi yaqul illati hiya ahsan. Qullarıma de ki, bir-birlərinə gözəl söz söyləsinlər. Niyə ya Rabbi? Niyə bir-birimizə gözəl söz deyəcəyik? İnnə şeytanə yanzəğu beynəhum. Şeytan onların arasına düşmənçilik salar, deyir Allah azza və cəllə. İnnə şeytanə kənə lil insani aduvvan mubin. Həqiqətən şeytan insanın düşmənidir, deyir Allah azza və cəllə. Allahın bizdən istəmiş olduğu şey nədir? Bir-birlərinə gözəl söz demək. Qullarıma de ki, deyir, bir-birlərinə gözəl söz desinlər. Gözəl söz demək bu günləri nə qədər çətin bir şeydir. Qardaşınla ixtilaf edirsən, onu öv, təriflə, maşallah, Allahumma bərik. Necə bu məsələni gözəl fəhm eləmisən? Necə gözəl bu məsələni anlamısan? Allah sənə bərəkət versin. Amma sanki bu məsələni biraz problem varmış kimi, bəlkə birlikdə araşdıraq, gözəl sözdür. Gör o gələcək o məsələyə yoxsa yox. Allah deyir ki, qullarıma de, niyə görə ya Rabbi de? Çünki şeytan onların arasına düşmənçilik salar. Sən ona gözəl söz demədiyin zaman, sən onu təhqir elədiyin zaman, onu küçük duruma düşürdüyün zaman səndən haqq qəbul eləyər, eləməz. Həmsinin qayıdırıq bayaqki məsələyə. Ev əhli ilə, qadınla kişi münasibətində, məclisimiz də toy məclisi də qoy fayda olsun yeni evlənənlərə. İnsan gələ danışanda gözəl xitab etməyi bilsin. Zövcəsinə desin, onu əgər qadın kişidə və yaxud da kişi qadında bir şeyi düzəltmək istəyirsə, ilk öncə onu tərifləsin, ona gözəl söz desin. Bu Allah azza və cəllənin istəyidir. Zövcəsinə desin ki, ey qadın, vallahi sən neymətsən, əlhamdülillah, sən yox idin, mən paltarımı ütüləyə bilmirdim. Sən yox idin, mən hər səhər duranda səhər yeməyi önümdə yox idi. Allahdan neymətsən, Allah sənə bərəkət versin, Allah səni uzatsın, vallahi mən səndən razıyam. Bilirsən də hədisi Allah, əri ondan razı olan qullarından, o qadınlardan razıdır. Allahdan istəyirəm, o da səndən razı olsun. Sonra de ki, vallahi o qədər gözəlliyin içərisində bir dənə məsələ var. İstəmirəm ki, o gülün, çiçəyin üzərində bir dənə balaca hörümçək olsun. Gör o hörümçəyi düzəldək. Gör düzələcək yoxsa yox. Ondan sonra denən, o tərifdən sonra nə desən düzələcək vallahi, nə desən. Həmsinin qadın ərinə qarşı. Sən neymətsən mənim üçün. Sən Allahın verdiyi neymətsən. Sən işləyirsən, bu saçını bizim üçün ağartmısan. Vallahi sənin əlin ki, o mazı oldu, bizim üçün eləmirsən. Allah sənə bərəkət versin, Allah səni qorusun, Allah səni ucaltsın. Sən neymətsən mənim üçün, evimdə otururam, Quran oxuyuram, maddi dərdim yox, işıq pulu dərdim yox, su pulu dərdim yox, evin kirası dərdim yox, sən neymətsən. Amma vallahi bir dənə bir şey var, onu düzəltsən, səndən bitdi artıq, sən mənim üçün vaz keçilməzsən. De, vallahi de, eyb etməz. Sığışdırmır insan deməyi. Ondan sonra o kişiyə nə desən qəbul edəcək. Denən ki, o problemi düzəldək. Gör qəbul eləyir yoxsa yox. Gör düzələcək yoxsa yox. Amma insanlar bir-birlərinə gözəl söz demirlər. Neyniyir? Haqqımdır deyir. Sənə verəcəm deyir məhkəməyə deyir. Haqqımı ödə deyir. Belə olur yəni. Sən o gözəl söz, Allah deyir ki, وَقُلْ لِعِبَادِ يَقُولِ اللَّتِي هِيَ أَحْسَنُ Qullarıma de, bir-birlərinə gözəl söz desinlər. Heç yaradan yaratdığını bilmir, onun nə ilə islah olacağını, onun nə ilə düzələcəyini, onun nə ilə xeyrə gələcəyini heç Allah bilmir. Allah bilir və Allah da bizim bir-birimizə gözəl söz deməyimizi istəyir. Kimlə ixtilaf ediriksə edək, o dilimizi şirinləşdirəcəyik, o dilimizi gözəlləşdirəcəyik, ta ki, istədiyimiz xeyrə sata bilək. Məqsədim onu qurtarmaq deyil, məqsədim istədiyim şeyə nail olmaq deyil. Bunun yolu əgər gözəl söz deməkdəndirsə, gözəl sözü istifadə elə. Bunun yolu əgər gözəl söz deməkdirsə, ondan istifadə elə. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləm necə əhlinə qarşı gözəl sözlər sərf edirdi. Əhlinə qarşı gözəl söz sərf etmək insanı xeyrə aparır. Bu günləri vallahi bir daha qeyd edirəm ki, şahid oluram, görürəm. Qadın deyir ki, 11 ildir, bir dəfə insan xoş söz deməzdir, bir dəfə. Qadın həsrət qalıb. Həsrətdir, vallahi bir dənə xeyir, bir dənə xoş sözünə həsrətəm deyir. Yoxdur. Belə ola bilər, belə ailə davam eləyə bilər. O da insandır, onun da fitrəti var. Allah onu zərif yaradıb, o istəyir ki, sən ona gözəl söz deyəsən. Həmsinin qadınlar elə bilirlər ki, kişilərin xoş sözə ehtiyacı yoxdur. Var, vallahi var, onun da ehtiyacı var. Ona da xoş söz demək lazımdır. İnsanlar gələ bu şeylərə diqqət etsinlər. Son bir məsələ,
ixtilaf edildiği zaman, bir-birimizlə ixtilaf etdiyimiz zaman əsl olana qayıtmaq lazımdır. Əsl olan nədir? Allah subhanahu wa ta'ala buyurur ki, ya eyyuhəl-ləzina əmənu, ey iman edənlər, ati'ullaha və ati'ur rasulə, Allaha və Rasuluna itaat edin. Və ulil əmri minkum və içinizdən olan əmr sahiblərinə. Fə in tənəzətum fi şeyin fərudduhu ilallahi və rasul, in kuntum tu'minuna billahi vəl yevmil əxir. Bir şey haqqında ixtilaf etdiyiniz zaman onu Allaha və Rasuluna qaytarın. Əgər Allaha və axirət gününə iman edirsinizsə. Zəlikə xayrun və əhsənu təvilə. Bu sizin üçün nəticə etibarilə, sonuc etibarilə daha xeyirlidir Allah Azza və Cəllə. İnsanın ixtilaf etdiyi zaman başqa yollara baş vurması daha xeyirlidir, yoxsa işi Allaha və Rasuluna qaytarmaq? Allaha və Rasuluna qaytarılan işlərin hamısının sonu xeyirdir. Allaha və Rasuluna qaytarılan bütün işlərin sonu xeyirdir. Fəqət baxırsan ki, iki insan ixtilaf edir, Allah və Rasuluna qaytara bilmir. Allahın əmri idi Allaha və Rasuluna qayıtmaq. Allahın əmri idi. Diqqət edin, bu çox mühüm olan bir məsələdir. Hər kəs bunu eşidən, eşitməyənə çatdırsın. Gördüyü yerdə, şahid olduğu yerdə bunu bildirsin. Bugün edilən ən böyük zülümlərdən qadınla kişi ixtilaf edir. Və lakin kişi deyir ki, mənim deyir, ailə işimə heç kim qarışa bilməz. Qadın deyir ki, 10 ildir mən zülüm görürəm. 10 ildir mənim dərdimi dinləyən yoxdur deyir. Mən vəlimə bildirəcəm deyir, atama bildirəcəm deyir, qardaşıma bildirəcəm deyir, qan salaram deyir, qan. Heç bir şey də sala bilməzsən. Belə danışan insanlar əslində kimlərdirlər, biraz sonra onlara toxunacam. O kimsələr ki, Allah Azza və Cəllənin hökmü qarşısında nə etmək istəyirlər? Çayxanada oturanda bu adamın inancı nədir? İnil hukmu illə lillah, hökm yalnız Allaha aiddir. Evinin içərisində sifəti nədir? Əfə hukməl cahiliyyəti yəbğun, onlar cahiliyyə dönəminin hökmünü mü istəyirlər? Və mən əhsənu minəllahi hukmən liqomin yuqinun, yəqin inanan bir qövm üçün Allahdan daha gözəl hökm qoyan kim ola bilər? Onun o hökm Allahındır dediği şeyler bilirsiniz hardadır? Çayxanada, qutab yeyəndə. Hökm Allaha aiddir, çay içəndə, dostlarla beraber başqaları haqqında danışanda hökm Allaha aiddir, bəli. Amma evin içərisinə gələndə deyir, qan salaram. Evin içərisinə gələndə deyir ki, mənim ailə işimə heç kim qarışa bilmir. Qadın deyir ki, Allah və Rasulullah, madəm biz anlaşa bilmirik, sənin əhlindən bir nəfər, mənim əhlimdən bir nəfər gəlsin, işi aparaq Allaha və Rasuluna, görürsən ki, adam Allah və Rasuluna gəlmir. Belə insanlara Allah Azza və Cəllə deyir ki, onları Allaha və Rasuluna çağırdığın zaman münafiqlərin səndən üst çevirdiğini görərsən, deyir Allah Azza və Cəllə. Hani onlara deyirsən Allaha və Rasuluna gəlin, münafiqlərin səndən üst çevirdiğini görürsən, deyir Allah Subhanahu və Teala. Qadın sənə deyir Allah və Rasuluna gəl. Qarşıdakı sənə deyir Allah və Rasuluna gəl, qan salaram deyir. Ortalığı vəlvəliyə və ortalığı dağıdaram deyir. Heç kim deyir mənim ailə işimə qarışa bilməz. Munafiq adam, sən müslümansanmı? Bu müslüman, sən Allaha təslim olmusanmı? Olmamsan. Belə birisi Allaha təslim olmamış kimsədir. Belə birisi atalarından, babalarından görmüş olduğu dini ev əhlinə göstərən bir kimsədir. Və bu kimsələr xislətən də qorxaq insanlardır. Zövcəsinə qarşı böbürlənən, zövcəsini kiçik duruma düşürdən, onu evdə təhqir eləyən insanlar vallahi günün sonunda gəlib boyunlarını büküblər. Elə et ki, ailəm dağılmasın deyir. Gözündən yaş axıdır. Ya zalim adam, belə olduğu halda, bu halda olacaqdınsa, bu hala düşəcəkdinsə, niyə mazlum bir qadına bu qədər zülm edirsən? Allahdan qorxmursan, qadın səni bir də başqa şeyə də dəvət etmir. Vallahi bu adama, bax bu adama, zövcəsi polisə şikayət etsin, polisdən buna zəng gəlsin o gecə. Neyniyəcək? Deyəcək, mənim ailə işimə heç kim qarışa bilməz. Qadın geçsin, desin ki, məni döyüb, söyüb, mənə əziyyət eləyib, düzdür? Üstümə bıçaq çəkib. Nə deyəcək? Deyəcək, mənim ailə işimə qarışma, qan salaram. Deməyəcək, vallahi. Bilirsən neyniyəcək? Əli ayağı titriyə gedəcək o bölməyə. Amma qadın deyəndə ki, gəl Allah və Rasuluna, gəl sənin ailəndən bir nəfər, mənim əhlimdən bir nəfər olsun, oturaq söhbət eləyək. Yox deyir, mənim ailə işimə heç kim qarışa bilməz. İndi bu adam münafiqdir yoxsa yox? Münafiqdir özə böyündən. Allaha təslim olub yoxsa yox? Yox. Allahdan başqalarının qorxusu Allah qorxusunu üstəliyib. Belə insanlar görəndə bilin ki, bu insanlar xəbisdirlər. Bu insanlar Allah Azza və Cəllə o çayxanada yekə-yekə danışıb, evində bu cür zülm eləyən insan mərd insan ola bilməz. Mərd olan insan özündən aşağıda olan insana zülm eləmir. Necə bir kişi özündən zəif olan bir məxluqun üzərinə bıçaq çəkə bilər? Necə bir kişi 10 ildir, 11 ildir onunla başını yastığa qoyan, onun 4 dənə övladını böyüdən, 5 dənə övladını böyüyən qadının üzərinə uşaqlarının gözü önündə necə bıçaq çəkə bilər? Zalim deyil bu adam, zalimdir bu adam. Bu adam məgər bu kişilikdir? Kişiliyini evdə qadına göstərən bir insan həqiqi mənada o kişilik xislətini başqa yerdə göstərə bilmir.
Ona görə bu kimi insanlar gördüyünüz zaman bunları tanıyın. Bilin ki, belə insanlar xəbis olan insanlardır. Belə insanlar münafiq xislətli insanlardır və insanları bu insanlardan çəkindirin. Və belə mazlum insanlar gördüyünüz zaman da onlara yardım etməkdən də geri durmayın. Bəzən baxırsan, qadın deyir ki, 10 ildir deyir, mənə zülm olunur. Hansı müsəlmana deyirəm, deyir ki, yox, mən qatma deyir ailəşinə. Niyə sən müsəlman deyilsən? Hani başqa vaxt deyirdin, bacıların belə, nə bilim, uşaqlar belə. Bu da sənin bazındır. Zülm var, zülm. Gedir kişi ilə danışır, gəlir, biraz üstünə xod eləyən kimi deyir, mənlik deyil. Mən ailə işinə qarışa bilmərəm. Niyə qarışa bilmirsən ki? O qarşı tərəfdəki müsəlman deyil. Deyə bilmirsən, sən müsəlmansan, gəl Allah və Rasuluna. Niyə qarışa bilmirsən ki? İnsan gələ zülmü gördüyü zaman zülmü dilləndirsin, zülmə qarşı çıxsın və həmin o zalıma həddini bildirsin. Olmaz. Olmaz belə eləmək. Sən zalım adamsan. Sən müsəlmansansa müsəlman kimi davran. Əgər deyilsənsə, de sənə o cür müamilə edək. Müsəlman deyilsənsə, səni başqaları ilə baş-başa bıraxsın. O qadın səni Allaha və Rasuluna çağırır, anlamırsan. Ona görə belə insanlar gördüyünüz zaman yardım edin. Mazlum insanlar gördüyünüz zaman onlara yardım edin. Zalimlara meyl etməyin. Necə Allah subhanahu wa ta'ala edir ki, yoxsa o sizə də toxunar, deyir Allah azza və cəllə. Allahdan istəyirəm ki, Allah subhanahu wa ta'ala bizi haqqa haqq bilib, haqqa tabi olan qullardan etsin. Allah azza və cəllədən istəyirəm ki, bu danışdıqlarımıza əməl edən, eşitdiklərimizə əməl edən bizi o qullardan etsin. Allah azza və cəllədən istəyirəm ki, Allah subhanahu wa ta'ala bizi haqqı ilə ədəbləndirdiyi qullardan etsin. Allah azza və cəllədən istəyirəm ki, bizi sıddıqlarla, şəhidlərlə, peyğəmbərlərlə bərabər etsin. Allah azza və cəllə bizim bütün günahlarımızı bağışlasın. Bu günə qədər mübahisə etdiyimiz zaman, danışdığımız zaman nə qədər ədəbsizliklər etmişiksə Allah bizi əfv etsin. Allah bizi haqqa yönəltsin. Allah azza və cəllə bizi cənnət əhlinin sakinlərindən etsin. Bir daha evlənən bacımı da, qardaşımı da təbrik edirəm. Allah azza və cəllə onların evliliğini mübarək etsin. Elhamdülillahi Rabbil alemin.